Orxan bəy, süni intellekt məhkəmələrdə istifadə oluna bilərmi? Baxır hansı vasitəçi qismində. Bu yaxınlarda da belə bir кейs olmuşdu ki, orada məsafədən məhkəmə proseslərindən keçirilməsi mümkündür. Bizdə də var təbii müəyyən bir hallarda və orada cavabdeh tərəf vəkil qismində çıxış edən şəxs göstərmişdi, amma əslində vəkil AI idi. Yəni süni intellekt toolu idi və hakim canlı görüşə qədər onun süni intellekt olduğunu bilməmişdi və müdafiə prosesi belə getmişdi. Məhkəmə prosesində cavabdeh tərəf bunu artıq açıq formada bəyan edəndən sonra artıq proses təzədən sıfırdan və yenidən başlamışdı. Məhkəmələrdə süni intellektdən istifadə oluna bilər. Bu daha da bəlkə də məhkəmələrin Azərbaycan şəraitindəki bu ağır iş yükündə onların iş yükünün yüngülləşməsinə səbəb ola bilər, amma bu da müəyyən bir hərəkətlərin həyata keçirilməsi üçün lazımdır. Süni intellekt hakimi yerinə qərar verə bilməz, verməməlidir də. Çünki süni intellekt insanların emosional bağlarını, işdə olan emosional hissləri hiss eləməyə bilər, eləməməlidir də və bu doğaldır. Və belə olduğu təqdirdə bizdən axı bizim qanunvericilik nə deyir? Deyir hakim işdəki sübutlara və öz daxili inamına uyğun qərar verməlidir. Süni intellekt bəlkə də o sübutu düzgün təhlil edə bilər, amma daxili inam olmadığına görə və işin emosional hissələrini obyektiv həqiqətə qiymət verə bilməyəcəyinə görə verdiyi qərarda səhv olacaq ehtimal.